Həqiqi olan xoşbəxtlik, sevinç Qur'an-ı Kərimdə sadəcə bir yerdə keçməkdədir. Bu da Hud surəsindədir. Rabbimiz buyurur ki, Bismillahirrahmanirrahim. Və əmməl-ləzīnə su'idu fəfil cənnəti. Sadaqallahul azim. Həqiqətən o xoşbəxt olanlara, səadət əhlinə gəlincə, onlar cənnətdədirlər. Demək ki, həqiqi xoşbəxtçilik, həqiqi sevinç cənnətdədir. Bu dünyada bu xoşbəxtçiliyi axtarmır. Çünki bu dünyanın xoşbəxtliyi, bu dünyanın sevinci daimi deyildir. Həqiqi, daimi olan, davamlı olan xoşbəxtçilik, saadət, sevinç isə cənnətdədir. Bu dünya yorğunluq diyarıdır. Bu dünya məşəqqət diyarıdır. Bu dünya sıxıntı, dərdlər diyarıdır. Bu dünya imtihan diyarıdır. Hər kəs öz əməlləri ilə imtihan olunur. Bu dünya əməllərimizi Rəbbimizə göstərmə diyarıdır. Hər kəs bir əməllər işləyər, yaxşı olsun, pis olsun, qarşılığını isə Allah verər. Halalın hesabı, haramın əzabı vardır. Dünya həyatında, dünya içərisində rahatçılıq yoxdur. Bu dünyada rahatlıq axtaranın rahatlığı pozular. Bu dünyada kədər də, sevinç də daimi deyildir. Hər şey gəlib keçicidir. Hər şey bir anlıqdır. Ona görə bir anlıq dünya həyatımıza görə əbədi olan axirət həyatımızı zayi etməyək, tələf etməyək. Rabbimiz günahlarımızı bağışlasın, bizlərə məğfirət eyləsin, bizləri saadət əhli, cənnət əhlindən eyləsin.